Herkese salam. C++ seriyamızın 6-cı videosuna xoş gəlmisiniz. Gəlin tapşırığımıza baxaq. İstifadəçinin 10 ədəd daxil etməsini istəyir. Bunlardan tək olanları ekrana çap edir. Tapşırıq biraz asan görünsə də biraz çətin tərəfləri var. İlk öncə include IOStream. Bir dəfə kitabxanalarda biraz qəribəlik olmayacaq. Klassik kitabxana. IOStream və username space std aşağıda int main. İndi biz int main içində 2 dənə dəyişən yaradacağıq. Birinci dəyişənimizin adı int ədəd. Bu sin olacaq deyə dəyər vermirəm. İkinci dəyişənimizin adı say olacaq. Sayı da heç bir sin eləmirəm deyə buna 0 dəyər verəcəm. 0 dəyər verməyimi qarşıdakı hissələrdə görəcəksiniz. Sonra burada siyat eləyərək xəbərdarlıq edirəm ki 10 ədəd daxil edin. Daha sonra aşağıdakı sətirdə for dövründən istifadə edəcək. For i bərabərdirsə 0, i kiçikdirsə 10, 10 ədəd olduğu üçün i kiçikdirsə 10 yazırıq. Bir də burada int unutdum. Daha sonra i plus plus. İndi bunun içində yazacağımız kod sin ədəd daxil edirik və if əgər ədəd bölünsün deyək, belə 2 bərabərdirsə 1, bunun da daxilində say plus plus. İndi gəlin bu hissəni izah edeyim. Bu hissədə nə yazmaq istəmişəm. For dövrünümüz bilir. Int i 0 olduqda 0'dır. I ondan balacadır. I plus plus. Yəni ona qədər i plus plus olacaq. Daha sonra sin ədəd dəyişənimizi sin edəcək, daxil edəcək ekranda və ədəd sayı əgər ədəd 2-yə bölünəndə 1 alınırsa, bu o mənim deməkdir, say plus plus şərti olsun. İndi bunu izah edəcəm. Böyük ehtimalı bunu anlamadınız. Belə deyək, məsələn, ədədimiz olsun, yox, burada yazmayayım. Ədədimiz olsun, məsəl üçün, 10. Ədədimiz olsun 10. Onu 2-yə böləndə neçə yeyir? 5 eləmir. Bunun 5-ə böldüyü qalıqda 0 oldu. Buradan da qeyd edim. Qalıq 0 oldu. Amma məsələn, gələk 9-u bölək 2-yə. Ümumiyyətlə, 9-u 2-yə bölsə eləyir 4. Qalıqdakı 1. Gördüyünüz kimi burada 1 alındı. Burada da 1 yazmışam. Deməli, ümumiyyətlə tək ədədlər 2-yə bölündə həmişə qalıq 1 alınır. Amma cüt ədədlər 2-yə böldükdə qalıq 0 alınır. Əgər ki bu 0 olsaydı, onda deməli bu cüt ədədlər baxacaqdı. Amma şərtdə bizə tək ədədlər vermişdi. İstəsəz bundan sonraki yoxlayışda buranı 0 eləyək ki, görək cüt ədədlərə baxaq. İndi kodumuza davam. Bundan sonra sırada qəz deyil. Siyat tək ədədlər /n tək ədədlər /n burada da say özür dilərim, burada tək ədədlər yox, ədədlərin sayı. Daha sonra alt sətirdə də ki return 0. Yəni kodu çalışdıraq. 10 ədəd daxil edək 123. Aşağı sətirdə 456, 67, 13,
10, 96, 75, 46, 890, 120. Tək ədədlərin sayı 4. Gördüyünüz kimi bu kod sayəsində biz yazdığımız ədədlər arasında neçə tək ədəd olduğunu bilirik. İndi gəlin kodu təzminimi izah edeyim. Include iStream kitabxanasından istifadə edirik. Using namespace istedim. Int main əsas hissəyə keçirik. Ədəd adında bir dəyişən yaradırıq. Int say adında bir dəyişən yaradırıq və dəyərini 0 qoyuruq. Bu niyə 0 qoyduğumu yadınızdasa keçən videolarda izah eləmişdim. İndiki məqsəd də biraz oxşuyur, amma burada artıq pas var. Onda 25 hansısa bir ədəd gəlirdi. Amma burada say pas, yəni 1 gələcək. Yəni də biraz üstünə ədəd gəldiyi üçün bu 0 olmalıdır. Yəni 1 zət olsa qiymət dəyişir. Daha sonra xəbərdarlıq edirik ki, onda ədəd daxil edin. For dövründən istifadə edirik. Int i bərabərdir 0. i ondan kiçikdir. Demək bu onu bildirir ki, 10 ədəd olacaq və i ondan kiçik olduğu halda i plus olacaq və belə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 gedəcək. Sonra sin ədəd dəyişənimizi daxil etmək üçün sin funksiyası. If ədəd əsas hissə burada. Ədəd 2-yə bölünəndə qalıqı 1 alınırsa, demək bu ədəd təkdir. Amma qalıq 0 alınırsa, demək bu ədəd cütdür. Say üstə gəl, pas, yəni sayı 1 vahid artırır. Ümumiyyətlə bu hissə gördüksə, pas 2 dənə üstə gəl, bir dəyişən yanında 2 dənə üstə gördüksə, demək bunun mənası üstünə 1 vahid gəlməkdir. Amma bir dəfəliyinə 1 vahid yoxdur. Yəni belə bu şərt doğru olduğu halda daima. Sonra siyah tək ədədlərin sayı slash-ın say dəyişəni bura qeyd edilir və return 0. Xatırlayırsınızsa videonun ortalarında dedim ki, bunu cüt ədəd kimi də yoxlayarıq. Gəlin yoxlayaq. 124, 356, 67, 89, 0, 12, 450, 65, 40, 10. Tək ədədlərin sayı 7. Əslində bu tək ədədlərin sayı deyil, cüt ədədlərin sayıdır. Çünki bu təzədən run edib bunları kontrol edim. Cüt ədədlərin sayı 7. İndi izah edeyim nədə sərf oldu. Biz axı bayaq burada 1 yazmışdıq. Bir də qalıq da 1 alınanda tək ədədlər olur da. İndi isə mən bunu cütə çevirdim deyə əslində buradakı yazını cütə çevirməliydim. Çevirməmişim deyə indi orada yanlışlıq oldu. Amma belə baxanda kod tamamilə doğru bir şəkildə işləyir. Ümidvaram videomu bəyəndiniz. Növbəti layihələrdə görüşənədək.